dəqiqə şəxsiyə yazıb mənə. Deyir ki, əlimə 5-10 min kreditə pul götürə bilərəm. Bilməyə məsləhət verin, hansı işi görə bilərəm. Birincisi, bu məsləhət barəsində bir video paylaşmışam. Elə bir neçə video bundan qabaq baxsaz görərsiniz. Hansı işi necə seçərsiniz, özünüzə uyğun sevdiyiniz işi necə seçərsiniz. İkincisi, hətta seçsəniz belə, həmin işi ilk dəfə əgər başlayırsınızsa, qətiyyən nə badə kreditlə başlayasınız da. Yəni kreditlə yeni iş başlamırlar. Buna da küplü filtr var burada. Elə bilinən filtr var. İşir ki, yuxarıdan düşür. Hə, nəsə. Gözüm çox qara düşür. İlk dəfə kreditlə nə badə iş başlayasınız da. Yəni elə bir şey eləməyin. Kredit yalnız məsələn cüzi pulla başladınız, dəqiq bilirsiniz ki, sistem işləş sistemdir, qazanc var. Hə, ondan sonra əlavə nəsə kənardan cüzi xərclə, yəni kredit xərcləri, faiz xərci ilə pul cəlb edib həmin işi görə bilərsiniz. Amma təzə işin ümumiyyətlə bilirsiniz də dünya üzrə hər 100 işdən 95-i bağlanır. Yəni 5% tutur. Yəni ora kreditlə girmək qətiyyən məsləhət deyil. Amma yenə də təkrar olmasın da balaca tutuzdurmusunuz nəyəsə, görürsünüz alınan, dəqiq bilirsinizsə, ondan sonra əgər imkan varsa kredit ayrılırlarsa götürün, öz işinizi görün, Allah xeyirinizi versin. Çox sağ olun.